Bu gün bir xəbər oxudum. Çox vaxt hamının tez-tez oxuduğu və ya eşitdiyi bir tərzdən xəbər. Amma yenə də bu mövzu barədə danışmalı olduğumu düşündüm. Bakıda bir gecənin içində 5 nəfər dəm qazından həyatını itirib. Bəli, 5 nəfər. Və bax, bu insanların sonu hamam otağında bitir. Hamam otağı, yəni bir insanın özünü ən təhlükəsiz hiss etdiyi yerlərin birində. Bu xəbəri oxuyanda mən hiss etdim ki, çoxumuz bu mövzunu ciddiyə almırıq. Ona görə bu mövzunu ələ aldım. Çünki biz artıq bu cür xəbərlərə öyrəşmişik. Oxuyuruq, bir anlıq dayanırıq, yenə dəm qazı, yenə faciə deyirik və mövzu bitir. Bu yenə sözü çox təhlükəlidir əslində. Çünki insan bir şeyə öyrəşəndə onu ciddi qəbul etmir və soyuqqanlı yanaşır. Burada biraz dayanaq. Bizdə dəm qazı mövzusu qəribə mövzudur. Hamı bilir, təhlükəlidir, hamı eşidir. Hamının tanıdığı kimsə var, hansı ki az qala zəhərlənmişdi. Amma yenə də buna məsuliyyətsiz yanaşırıq. Çünki bizdə olmaz düşüncəsi Azərbaycanda çox güclüdür. Nədənsə biz hər şeyi son ana saxlayırıq. Sabah baxaram, sabah gedərəm, sonra ustaya zəng eləyərəm, indi vaxtım yoxdur. Amma bilməliyik ki, bəzi şeylər var ki, onlarda sonra işləmir. Dəm qazı gözdə demir, dəm qazı xəbərdar edirəm demir. O səssizcə işini görür. Bilirsən bu mövzunu niyə danışmaq vacibdir? Çünki bir dəfəlik xəbər deyil. Bu hər il təkrarlanan bir faciədir. Sadəcə biz adət etmişik. Yəni xəbəri eşidirik, oxuyuruq və sonra heç nə olmamış kimi həyatımıza davam edirik. İndi bir sual. Heç düşünürsənmi niyə biz təhlükəni ancaq baş verəndən sonra ciddiyə alırıq? Niyə kimsə öləndən sonra deyirik ki, ay yazıq, kaş diqqətli olardı. Heyf bu yaşda həyatını itirdi. Amma öz evimizə gələndə sanki təhlükənin evə girməyəcəyini düşünürük. Bu əslində bir tərəfdən gülməli vəziyyətdir. Digər tərəfdən isə ağlamalı. Çünki bu təkcə dəm qazı mövzusu deyil. Bu bizim ümumi düşüncə tərzimizdir. Bizdə ev təhlükəsizliyi ümumiyyətlə prioritet deyil. Evin içində riskləri görmürük. Çünki ev bizə təhlükəsiz zona kimi gəlir. Amma olanlar tam əksini deyil. İnsanların çoxu ya evdə, ya da evə yaxın yerdə həyatını itirir. Bu ağır sözdür, bilirəm, amma reallıqdır. Bəzən deyirlər qismət idi. Amma mən bu sözlə çox ehtiyatla yanaşıram. Çünki hər şeyi qismətə bağlayanda öz məsuliyyətimizi kənara atırıq və ya unuduruq. Qismət var, bəli, amma ehtiyatsızlıq da var, laqeydlik də, məsuliyyətsizlik də. Və bunları ciddiyə almasaq heç nə dəyişməyəcək.